izləyicilərim. Bugündən YouTube'a başlayırıq, vlog çəkirik. Əkbər, Əli, Fidan, Malik. Ayşə heç nə bilmirmiş. Həm Celal Şengül, Dilber ortadayım. Həm Rəna müəllim. Həm Çingiz müəllim, şəkiliniz var. Həm Fuad müəllim. Həm Fuad. Bax, bu dörd nəfər. Çox lazım. Bu dörd nəfərlə şəkil seçdirməyən adam mən oturum. Sənin minnətin olsa ki, Fidan səndən oturur. Hə, davay, düşdürürük səni. Sağ olun YouTube izləyiciləri. Sən bayağı o şey çağırda mərcuvanda oynayırdın. Kanalımıza abunə olun. Kanalımıza. Malikə reklamlarını unutmayın. Salam əziz dostlar. Yeni videolar Yeni videolar. Hələ də bəyazla sənin roluna girmişlər də çıxa bilməyib. Biraz. Sən də oradan yüksək edirsən. Həqiqətən çəkirəm də deyirəm. Çək yayınla bir geçək. Neyse, gedim evə görüm nə videolar çəkmişəmsə birləşdirib atmağa çalışacağım. Əli. Our training in the simulator prepares us for the real challenges ahead. I'm just starting my third year of training to be a colonist to Mars, and I'm really tired. Sometimes I don't know why I want to do this. Sometimes I don't know why I want to do this. It is exciting, and I miss my family and friends. The training is intense, and I often feel isolated. But when I think about everything, I realize that I am part of something. We are establishing a new future for I'm just starting my third year of training to be a colonist to Mars, and I'm really tired. Sometimes I don't know why I want to do this. I didn't count on that I could be tired mentally. All these simulations, tests, and exercises are to prepare us to living in Mars. But actually, even on Earth, just in an artificial environment, I get depressed. When I must stay isolated, my boredom easily becomes depression. But when I think about everything, I can notice that we must learn how we can escape from our home, because our home is not temporary for us. Okay, I'm just starting my third year of training to be a colonist to Mars, and I'm really tired. Sometimes I don't know why I want to do this. The training is hard, and the struggle must make me skill in endless. Living in an isolated Sanki adətən qılın səsi gələn yerdə sakit durmazsan, Trabzon talihində belə mi biganəsən? Deyiləm dəstənə. Ancaq bir hökmdar hər döyüşə tələsməz. Anam Sara Xatunun dediyi kimi. Yadda ne orada aşağı var mı? Vlog çəkirəm. Bugün Malikə kəfən giyindirdik. Vlog çəkirəm. Hə, Allah. Bak, rəyində zamok var. Malik, sən bu nədə biliyordun bana? Gəlini toyuna ağzına çəkəlim. Konuşma bu. Ben bunu da bir tek Ben döneyemem. Kürt arvatlarına Gəlini Kürt arvatlarına Gözdə, Malik, sən və məhəl çalıyırım. Ey Fatih, Fatihciğim. Necədir, bayanlar? Düyünləməmişəm, normal bak. Normal ama düşən deyil. Abla düşən deyil. Yapışsın la belə. Düşən deyil, Malik. Ay, Malik. Gözlə, bax belə. Vallahi. 3 gün bu şeylə. Güyünləyəcəksən, ey qaçaq. Yaxşı. Gəldi yəni, brar. Çıxırma mikrofonu, xahiş edirəm.
Bir de oynamaya mahnını zaten koy. Ayda